Hər kəsə salam. Gəlin OTK sınavına düşmüş bu trigonometriyaya aid sualın izahına baxaq. Burada görürük ki, məxrəclər sinus 3x və kosinus 3x şəklindədir. Ortaq məxrəcə gətirsək, hasillərini götürərik. Sinus 3x vuraq kosinus 3x. Buranı kosinus 3x-ə vurmalıyıq. Buranı isə sinus 3x-ə. Burandan sonra belə alırıq. Deməli, kosinus 9x vuraq kosinus 3x. Üstə gələk, sinus 9x vuraq sinus 3x. İndi diqqət yetirsək, sürət kosinusun alfa minus beta düsturunun açılışıdır. Onda biz bunu yığsaq, kosinus 9x-dən 3x-i çıxarıq, 6x şəklində yazarıq. Məxrəcdə olduğu kimi qalsın. İndi burada sinus alfa, kosinus alfa, sinus 2 alfanın açılışına oxşuyur. Gəlin indi onu açaq. Bu şəkildə olmalıydı. Yəni burada 2-yə vurub 2-yə bölmək lazımdır. Onda gəlin həm sürət, həm məxrəci 2-yə vuraq. Bu hissə bizə verər sinus 2 alfanı, yəni 3-ü 2-yə vuruq 6x-i. Bu hissədə kosinus 6x şəklində olar. Burada kosinusun sinusa nisbəti bizə verir kotangens 6x-i. İndi ən sonda gətirək, burada x-in yerinə pi böl 4 yazaq. 6 vuraq pi böl 24. İxtisar etsək pi böl 4 45 deməkdir. 45-də də kotangens 1 alır. 2-ni də 1-ə vursaq cavabımız 2 variantı olmuş olar.